Fikir versək, burada e, soruşa bilərsiniz ki, bəs hardan bilə bilərəm bu maqnit daxil olur kontura, yoxsa konturdan uzaqlaşır. Sonra normalda bizdə məsələlərdə maqnitin istiqamətini V ilə işarə edəcəklər. Məsələn, V sağa doğru yönəlibsə, deməli maqnit kontura yaxınlaşır. Sola doğru yönəldikdə isə deyirik ki, maqnit konturdan uzaqlaşır. Bəs V verilməzsə necə bilirik? Sonra diqqət yetirin. V olmadıqda biz mütləq şəkildə nəyə baxmalıyıq orada? V-nin olmadığı yerdə biz artıq baxırıq ki, görək delta fi bölünsün delta t sıfırdan böyüdürsə, deməli yaxınlaşır, daxil olur. Əgər yenə delta fi bölünsün delta t sıfırdan böyükdürsə, yenə də biz deyirik bu burada daxil olur. Kiçik olduqları yerdə isə biz deyirik ki, kənara doğru yönəlir. Uşaqlar fikir versək, biz dedik ki, bu maqnit kontura yaxınlaşır. Maqnitin N qütbündən təbii ki, B induksiya vektoru çıxdığına görə onda B iştirakimiz hara yönəlir? B-nin əksinə yönəldi. Bu maqnitimiz yenə də daxil olur kontura. Daxil olduqda biz nə deyirik? Biz deyirdik ki, daxil olanda yenə də B ilə B iştirak əks istiqamətdə yönəlirdi. Sadəcə olaraq burada S olduğuna görə B-nin istiqaməti bu formadadır. Bu zaman B əgər bu istiqamətdədirsə, B iştirakimiz onun əksinə yönələcək. İndi isə gələk xarici olan, yəni uzaqlaşan formalara. Uzaqlaşdıqda dedik ki, B ilə B iştirak N istiqamətdə yönələcək. Yaxşı, B hansı istiqamətdədir? N burada olduğuna görə B'miz bu istiqamətdədir. B iştirak da ondan N istiqamətdə olur. Yenə də bura baxırıq. Uzaqlaşır. Uzaqlaşdığına görə B ilə B iştirak eyni olacaq. Biz baxırıq ki, burada S olduğuna görə S-ə daxil olur. Onda B iştirak da ondan eyni istiqamətdə olacaq. Ümumiyyətlə buna nümunə göstərsək, başqa nümunələr göstərsək, bu formada da eləyə bilərik. Məsələn, burada bir dənə halqamızı çəkək. Bu bizim N qütbümüzdür, bu isə S qütbümüzdür. Uşaqlar, biz bilirik ki, N-dən maqnit induksiya vektorumuz çıxır. İlk növbədə bunu çəkirik. B-lərimiz bu istiqamətdədir. Yaxşı, biz burada baxmalıyıq ki, bəs bu maqnit hansı istiqamətdə hərəkət edir? Bu maqnit aşağıda gedə bilər, yuxarıda gedə bilər. Ya bu maqnitin hansı istiqamətdə hərəkət eləməsini dediyim kimi V-dən bilə bilərik, aşağı və yaxud da yuxarı olduğunu, ya da ki, delta fi bölünsün delta t-nin sıfırdan böyük və yaxud da kiçik olduğunu bilmək olar. Məsələn, bizdə burada V-ni göstərir ki, yuxarı doğru, yəni maqnit neyiniyir? Yuxarı doğru hərəkət edir. Hərəkət istiqaməti bu istiqamətdədir. Biz dedik, əgər daxil olursa, onda delta fi bölünsün delta t necə olacaq? Təbii ki, sıfırdan böyük olacaq. Yəni, burada artıq maqnit seli artır. Maqnit seli artanda onda yaranan maqnit induksiya vektoru neynəməyə çalışacaq? Əksinə yönələcək ki, artmasın, eyni qalsın. Sanki bunu eyni saxlamağa çalışır. İkinci nümunəyə baxsaq, yenə də bu şəkildə yazırıq. Yenə də N-dən isə doğru şəklimizi çəkdik. Maqnit induksiya vektorumuz N-dən çıxdı. Yaxşı, bizim istiqamətimiz artıq bu istiqamətdədir. Bu nə deməkdir? Bu deməkdir ki, maqnit konturdan neyniyir? Uzaqlaşır. Maqnit əgər konturdan uzaqlaşırsa, onda bizim delta fi bölünsün delta t'miz kiçikdir sıfırdan. Uzaqlaşanda da artıq sanki fi azalmağa başlayır. Onda B iştirak neyniyir? Deyir ki, indi isə deyir ki, azalma. Mən səndən eyni istiqamətdə yönələrəm. Sonra bir sözlə baxaq. Fikir verin, çoxalanda əksinə yönəlir, çoxalmağa qoymur. Azalanda isə eyni istiqamətdə yönəlir. Yenə də azalmağa da qoymur. Yəni ki, bir sözlə bunu sadə dillə başa düşsək, sabit, stabil saxlamağa çalışır. Sonra biz iki kontura baxdıq. Konturun birində daxil olurdu maqnit, digərində isə maqnit konturun əks istiqamətində hərəkət edirdi. Yəni, konturdan uzaqlaşırdı. Amma hər ikisində kontra tərəf olan hissəmiz nə idi? Bizim N qütbümüz idi. Yəni, uşaqlar, indi elə bir maqnit əlavə eləyək ki, bura.
kontra tərəf olan hissəmiz S olsun. S, burada N. Yine de burada da aynı şekilde yukarıda S yazaram, aşağıda N yazaram. Gelin uşaqlar. Yine de hər dəfə olduğu kimi ən birinci B-nin istiqamətini çəkmək lazımdır. Yuxarıda qeyd eləməmişəm. B-nin istiqamətini çəkmək lazımdır. Amma hardakı B-nin? Aşağı hissədə olan B bizə maraqlı deyil. Bizə lazımdır kontranın yanındakı B. Uşaqlar, baxın, maqnitin bu istiqaməti nədir? S-dir. Onda S-ə nə etməlidir B-lər? Daxil olmalıdır. B-imizin istiqamətini qeyd elədik. Burada göstərək ki, maqnit nə edir? Həlqəyə yaxınlaşır. Onda maqnit selimiz nə edəcək burada? Artacaq. Delta fi bölünsün. Delta t'miz böyüdür sıfırdan. Artırsa biz nə demişdik? Dedik ki, artanda əksinə yönələcək. Onu artmağa qoymayacaq. Artmağa qoymur. Əksinə yönəlirsə onda 5 dəqiqimiz hansı istiqamətdə yönələcək? Yuxarı istiqamətdə yönələcək. İndi isə uşaqlar ikinciyə baxaq. Burada yenə də B-nin istiqamətini təyin edirik. S-ə daxil olur deyənə B-miz bu istiqamətdə oldu. Uşaqlar, burada isə biz artıq deyirik ki, maqnit konturdan uzaqlaşır. Yəni maqnit aşağı doğru hərəkət edir. Konturdan uzaqlaşanda biz bilirik ki, uzaqlaşmaq nə deməkdir? Delta fi bölünsün delta t'nin kiçikdir sıfır olması deməkdir. Yəni burada maqnit seli azalır. Bəs bu nə deyirdik biz burada? Deyirdik ki, azalanda da deyir ki, yox, sən indi azalma. Sən indi artmalısan. Onda artması üçün nə edəcək? Ondan eyni istiqamətdə yönəlmiş olacaq. Azalmasın deyə eyni istiqamətdə yönələcək. Baxın bu şəkildə. Sonra həmçinin biz burada dedik ki, həm də biz nəyə baxacaqdıq? Cərəyanın istiqamətini də təyin edəcəkdik. Cərəyan istiqamətini biz bilirdik ki, əvvəlki mövzulardan da əgər bu formada bir naqil versələr bizə, biz necə istiqaməti təyin edirik? Əlbəttə ki, 4 barmağımız maqnit induksiyasının istiqaməti olacaq, baş barmağımız isə cərəyanın istiqamətidir. Uşaqlar, əgər mən bu həlqəni qavrasam barmaqlarımla, uşaqlar görürsünüz, 4 barmağımız içərdən çıxır B-nin istiqamətində. Onda baş barmağımız nəyi göstərəcək? Sağ əllə tapırıq. Baş barmağımız cərəyan istiqamətini göstərir. Yenə də burada da eyni şəkildə 4 barmağımız əgər bu həlqənin içərisindən çıxırsa çölə doğru, onda baş barmağımız yenə cərəyan istiqamətini göstərir. Bunlarda da eyni şəkildə 4 barmaq deməli. Bu şəkillərdə də 4 barmaq B induksiya vektorunun istiqamətini göstərir, yəni B iştiqi göstərir. Baş barmağımız isə cərəyan istiqamətini göstərmiş olur. İndi isə uşaqlar 6-cı başlığımıza baxırıq. Həlqəyə nəzərən necə hərəkət olur? Maqnit ümumiyyətlə kontura halqaya yaxınlaşdıqda kontur maqnitdən uzaqlaşır, itələnir. Fikir verin, yaxınlaşdı deyənə kontur neynədir? Uzaqlaşdı. Burada maqnit seli yarandı. Uzaqlaşanda yenə də maqnit seli yaranır və kontur artıq neynir? Uzaqlaşanda bu səfər cəzb olunur. Necə ki, bayaq deyirdik, artanda qoymurdu artmağa, əksinə yönəlirdi. Azalanda isə neynirdi? Azalanda isə eyni istiqamətdə yönəlirdi ki, onu stabil saxlasın. Burada da eyni şəkildə. Uşaqlar, maqnit və halqa eyni istiqamətdə əgər bərabər sürətlə hərəkət edirsə, artıq burada maqnit selinin dəyişməsi yaranmayacaq. Eyni sürətlə hərəkət edirsə, deməli bu nə yaxınlaşmır, nə də uzaqlaşmır. Ona görə də biz artıq burada induksiya cərəyanı yaranmasından danışa bilmərik. Induksiya cərəyanı yaranmayacaq və yaxud da əgər maqniti sabit sürətlə bunun daxilində fırlatsaq, yenə də uzaqlaşma, yaxınlaşma olmadığına görə cərəyan yaranmayacaq. Bir də cərəyanın sıfır olma halı var ki, bu da əgər maqnit, daha doğrusu konturumuz kəsik olarsa, bu zaman orada heç bir cərəyan yaranmayacaq.